Salam, hər vaxtınız xeyir olsun. Müasir düşüncəli, humanist, tolerant gənclər. Bugün MAQ əngəl tanımayacaq. Çünki bir gənc üçün əngəl deyilən bir şey yoxdur. Olsa çətinlik ola bilər, onu da öhdəsindən lazımınca gələ bilərik. Niyə məhz buradan başladım və mövzumuz irəliləyən dəqiqələrdə hansı istiqamətdə davam edəcək? Bunu bizi diqqətlə izləsəz bilmiş olacaqsınız. Amma gəlin ilk olaraq süjetimizi izləyək. Go! O bizə zamanı göstərir. İşlərimizi planlı şəkildə görməyə, vaxta qənaət etməyə kömək edir. MAQlar, bir düşünün. Əgər saat olmasaydı həyatımız necə olardı? Bunu təsəvvür etmək belə çətindir. Çünki insanlar hələ qədim zamanlardan vaxtın önəmini dərk ediblər. Onlar günəşin köməyi ilə zamanı müəyyən edir. Torpağa dirək bastıraraq onun ətrafında şkalaya bənzər xətlər çəkir. Ölçmələr aparmağa çalışırdılar. Məsələn, dirəyin saldığı kölgə günün hansı saat olduğunu göstərirdi. Amma belə saatlar heç də dəqiq və yetərli değildi. Onlar yalnız günəşin göründüyü vaxtlarda qismən işə yarayırdı. Elə bu problem də eramızdan əvvəl 1400-cü ildə Misirdə su saatının yaranmasına təkan verdi. İnsanlar suyun bir qabdan digərinə süzülməsi ilə keçən vaxtı müəyyən edərək saatı dəqiqləşdirməyə çalışırdılar. Bir də hər kəsə məlum qum saatları var. Bu saatlardan daha çox alimlər, aşbazlar, rahiblər və matroslar istifadə edirdilər. Çünki onların qiyməti ucuz, istifadəsi isə rahat idi. İlk əqrəbli saat 1577-ci ildə hazırlanıb. Bu saatlar vaxtı heç də həmişə doğru göstərmirdilər. Təkmilləşdirilmiş saatlar 1656-cı ildən sonra istehsal olunmağa başladı. Onlara sadə insanlar arasında kəfkirli saatlar da deyirdilər. Bu saatın 12 rəqəmi vardı. Yəni, bir günün tamam olması üçün əqrəb 2 dəfə dövr etməli idi. Elə buna görə də bəzi ölkələrdə günorta və axşam saatlarını bildirən AM-PM anlayışlarından istifadə edildi. Gənclər, vaxt öldürmək ən bahalı əyləncədir deyirlər. Amma bu əyləncə sözün əsl mənasında bizə baha başa gələ bilər. Vaxtınızdan düzgün istifadə edin ki, onun yel kimi uçmasından şikayətlənməyəsiniz. Gənclər, gördüyünüz kimi artıq qonaqlarımız studiyamızdadır. Mən istəyərdim ki, onları sizə təqdim edim. Qonaqlarımız Orxan və Natiq, həmçinin də psixologumuz Narınc xanım Rüstəmova. Xoş gəlmişsiniz hər biriniz. Mən söhbətimizə başlamazdan öncə istərdim ki, Natiq və Orxanın iştirakı ilə çəkilmiş maraqlı bir sosial çarx, video çarxı izləyək. Sonra isə söhbətimizə başlayaq. Siz izləyin ki, mövzu sizə daha da aydın olsun. İnsanlar belə birtəhər baxırlar da. Ən çox insanı ona narahat edir, o baxışlar. Səhər vaxtı idi, taksiyə yaxınlaşdım, soruşdum ki, bəs filan yerə neçə apararsan, ünvanı dedim. O da dedi ki, hamını 5 manat apararam, sən şikəstsən səni 3 manat apararam. Bu söz mənə təsir elədi. Taksiyə oturdum, çatdıq harca 5 dəqiqəyə, mən çıxartdım 5 manat qoydum, ora xırda götürmədim, düşdüm. İndi bilmirəm, o başa düşdü bunu, başa düşmədi, o öz insanlığına qalıb. İstəyərdim ki, yəni, bu bizi narahat edən sözlər, ifadələr, hərəkətlər tamamilə aradan qalxsın, yəni ümumiyyətlə olmasın. Məni görüb qulaqlarını çəkiblər. Bu, batil inanclardır. Yəni, qulaq çəkməklə nə düzələcək, nə dəyişəcək, yəni bu mənə çatmır. Yəni, normal qarşılasınlar da bizi də. Özləri nəzətcə, yəni bizi də elə qarşılasınlar. Bir də bu təbii ki, tədricən aradan qalxır, amma onu da deyərdim. Adamların çox olan yerləri mənə biraz sıxıntı yaşadırdı təzə vaxtlarda. Sonra oturdum, fikirləşdim ki, mən həmin yerdən daha çox keçməliyəm ki, mənə öyrəşsinlər, gözləri öyrəşsin və mən bunu elədim və müsbət nəticəsini gördüm bunun. Hərəkətlər də məsəl üçün biri qıraqdan gəlir, mən bilirəm o onu kömək eləmək məqsədi ilə eləyir. Yəni bizə ki, amma yəni mən də özüm də onu eləyə bilərəm.
Əslində bizim öhdəmizə düşür bu münasibətləri dəyişmək. Çünki biz nə qədər mübariz olsaq, nə qədər cəmiyyət içində olsaq, bu baxışlar, bu fikirlər dəyişəcək. Bəli, artıq sosial çarxımızı izlədik və söhbətimizə başlaya bilərik. Və ilk olaraq istəyərdim ki, elə Orxan və Natiq sizinlə söhbətimə başlayım. Məncə gənclər, sizcə də elə deyilmi ki, əngəl əslində beyinlərdədir, düşüncədədir? İlk olaraq bütün tamaşaçılara salamlayıram. Bir daha bu verilişdə iştirak etdiyimiz xoşbəxtəm. Yəni, bizim bu video əslində Mediaman layihəsinin komanda işidir və o layihə əsasında çəkilib. Deməli, bizdə orada əsas məqsəd ondan ibarətdir ki, cəmiyyətə mesaj vermək. O mesajlardan biri də, yəni əsas məsələ odur ki, fiziki məhdudiyyətdə olan insanlar, gənclərin xoşlamadığı, eşitmək istəmədiyi 5 söz. Bu sözlər şikəst, xəstə və yararsız kimi sözlərdir və bu sözlərdən istifadə olunmaması tələb olunur və bunu çatdırmaq istəmişik və mən inanıram ki, çox belə yaxşı alındı, yəni ki, çox maraqlı alındı. Biz belə gözləmirik. Həqiqətən də son zamanlar gənclər arasında, ümumiyyətlə sosial şəbəkələrdə bu layihə böyük maraqla qarşılandı və çox da izlənilir, belə deyərdim, paylaşılır gənclər tərəfindən. Videonun adı isə belə adlanır, bizi də özünüz kimi qəbul edin. Maraqlı bir ideyadır. Ümumiyyətlə, ideya kimdən gəldi və kim qərar verdi ki, bu layihəni həyata keçirək və təqdim edək? İdeya məndən gəldi əslində, bu video çəkildi və uğurlu alındı. Aha. Narınc xanım, istəyərdim ki, siz bu məsələyə münasibət bildirəsiniz. Ümumiyyətlə, cəmiyyətimizdə yəni fiziki qüsurlu olan insanlar bu cür problemlərlə tez-tezmi rastlaşırlar? Sizə müraciət edənlər olurmu yəni bu məqamlarda? Ümumiyyətlə, fiziki məhdudiyyəti olan insanlarla və əqli inkişafında gerilənməsi olan uşaqlarla əslində işləyirik və bəlkə də siz onları belə deyək, 1-2 dəfə rastlaşarsınızsa, biz hər gün rastlaşırıq və burada birinci əslində mən onlara böyük təşəkkür edirəm onların gözəl ailələrinə. Birinci bu şəkildə övladlarını gözəl böyütdükləri üçün. Çünki doğrudan da hər bir şey birinci ailədə başlayır. Əgər biz özümüz, orada da videoçaqda da çox gözəl qeyd elədir. İnsanlar bəzən bizi çöldə görəndə sıxıntı yaşayırlar və biz o zaman çox pis hiss eləyirik özümüzü. Əslində birinci ailədən başlayır. Əgər ana-ata özü görən zaman hansısa təəccüb doğurursa, hansısa bir şeylərdə bildirirsə ki, gör necə fərqli görünür və ya hansısa bir cəza kimi bunu göstərirlərsə, təbii ki, o şuur altında artıq uşaqda da o formalaşmağa başlayır. Təbii ki, o gənc yaşlarında da öz yaşlarına hansısa belə deyək də hansısa tənqidlər və ya hansısa təhqirlər səsləndirə bilir. Bunun üçün də birinci olaraq inklüziv əslində təhsilin burada çox böyük bir rolunu oynamağını bildirirəm. Əslində bizdə artıq pilot məktəblər fəaliyyət başlayır. Yəni artıq bizim cəmiyyətdə bizim gənclərimiz tam rahatlıqla digərlərinə fərqli olmadıqlarını göstərməlidir. Mən həmişə valideynlərə də deyirəm, insanın əslində tərbiyəsi qüsurlu olması, ruhu qüsurlu olması, məhdud olması və çox gözəl, adi, belə sadə bir misal əslində göstərmək istəyirəm. Əslində bu bizim çox müsbət tərəfdən bundan istifadə edə bilərlər. Çünki hər bir insanın natamamlıq kompleksi vardır və bu kompleks onu müsbətə doğru yönəltməlidir. Evdə qapanma və hansısa depressiv bir əlamətlərdənsə qapanmaq yox, bundan çox gözəl olaraq istifadə edə bilərlər, peşə olaraq, hansısa bir ixtisaslaşa bilərlər və cəmiyyətdə birinci bu məktəbdən başlamalıdır. Yəni bu uşaqlar təcrid olunmamalıdır, ayrıca ev təhsili görməməlidirlər. Onlar digər uşaqlarla, hər 10 uşağa bir uşaq əlavə olaraq götürülür, inklüziv təhsilin əsas məqsədi budur və bu uşaqlar cəmiyyətə yararlı olduqlarını birinci yaşda, kiçik yaşlarından öyrənirlər. Narınc xanım həqiqətən də çox düzgün məqama qeyd elədik. Yəni hər şey ailədən başlayır. Yəni Natiq, istəyirəm ki, sən ilə bu məqamda bizim köməyimizə çatasan. Çünki mən düşünürəm ki, Orxan da eləsən də, yəni kifayət qədər artıq özünüzü təsdiq etmiş gənclərsiniz bu istiqamətdə, sahədə. Yəni müxtəlif sahələrdə aktiv şəkildə fəaliyyət göstərirsiniz, özünüzü göstərirsiniz, yəni sübut edirsiniz ki, bacarığınız var, intellektiniz var, yəni həyat dayanmayıb və bunu doya-doya yaşayırsınız. Yəni ailənizdə necə münasibət yarandı ki, bunu artıq siz cəmiyyətə də göstərməyə qərar aldınız? Məndə elə sizin sözünüzə qüvvətən birincisi ailəmin dəstəyi oldu. Mən əvvəllər belə kompleks idim. Cəmiyyətə inteqrasiya eləməyə, qarışmağa. Amma yəni, ailəmin sayəsində anamın, atamın, ən çox da deyərdim ki, anamın əziyyəti olub üstümdə. Onun sayəsində bu stereotipləri qırdım. Beləcə cəmiyyətə inteqrasiya elədim. Aha.
Və sən qərar verdin ki, yəni evdə oturmaq olmaz. Təbii ki, yəni cəmiyyətə inteqrasiya etmək lazımdır, qarışmaq lazımdır, Bəli, təbii yəni ki. görünmək lazımdır insanlar içində və hətta video çartda da siz qeyd eləmisiniz ki, yəni insanlar əvvəllər daha çox məlumatsız idi. Necə Bəli. davranmaq lazımdır bizim Bəli. kimi insanlarla və s. Yəni daha çox yəni fərqli reaksiyalar verirdilər, amma siz artıq cəmiyyətə qarışdıqca onlar da yəni alışırlar, öyrəşirlər və bilirlər Göz görür, ki, Instagramda öyrəşir. necə yəni davranmaq lazımdır. Düz deyilmi? Bəli, düz. Əslində bizim şuuraltımız bir mesaj daşıyır. Əgər siz nə isə qüsur olaraq görürsünüzsə, sadə bir saçınızın quruluşu ola bilər, hansısa burnunuz ola bilər, hansısa bir boyunuz ola bilər. Qarşı tərəfə də o siqnalı ötürmüş olacaqsınız. Əgər siz özünüzü qarşı tərəf də həmin anda burnunuzun məsəl üçün fərqli olmasını onun gözünə dəyəcək və ya saçınızın. Əslində birinci insan özündə o problemi aşmağı bacarmalıdır. Əgər o çox rahatlıqla çölə çıxırsa, rahat danışırsa, kontakt qurursa, bir qıza sevgi etiraf eləyirsə, o qızla danışırsa, adi boyucu gənclər arasında. Yəni bu birinci bu kompleksi özün aşmalısan. Bunu aşırsansa, inanın hər bir insanın müəyyən qüsurları vardır və sadəcə bunu sevmək, o qüsurlarla barışıq yaşamaq çox önəmlidir və inanın çox da gözəl belə deyək də münasibətlər çox gözəl də formalaşır. Əsasən o bariyeri keçincə ən çətindir. Maşallah ki, adi bu gün verilişdə bu özü çıxış, bu özü onlar üçün çox böyük bir uğurdur. İnanın biz o qədər sıxıntı yaşayırıq, belə sosial çarxlar çəkmək istəyirik. Birinci ailə o qədər kompleksli yaşayır. Uşağı elə kompleksli böyle çıxmasın, görməsinlər, davamlı evdə olsun, çölə çıxmasın, parka getməsin. Bu şəkildə kompleks yaradırlar və sonra artıq istəyirlər 15 yaş onda deyirlər çıx çölə, get bunu elə. Təbii ki, bu yaşa qədər sən onu parka çıxartmamısan, bir çölə getməmisən, ev təhsili götürmüsən. Yəni bunlar çox önəmlidir. Birinci olaraq kompleksi şəxs özü və bunu çox gözəl gənclərimizi alqışlayıram ki, gözəl nümunədirlər. Həqiqətən də hər zaman biz sizin kimi gənclərə dəstək olmağa hazırıq. Amma biz söhbətimizin bu gözəl məqamında gözəl bir sujeti izləməyi istəyərdik. Təbii ki, bu sujet isə dünyaca məşhur motivasiya təlimçisi Nick Vujicic haqqında olacaq. Maq Rəhman hazırlayıb. Gəlin izləyək, sonra söhbətimiz davam edəcək. Bu həyatda kimin problemi yoxdur ki? Hətta bəziləriniz indi deyəcəksiniz ki, mənim dərdim hamıdan çoxdur. Osa bunun tam əksini söylüyor. Əminəm ki, mənim həyatım bir çoxlarının həyatından 1000 dəfə daha rahatdır. İmza Nick Vujicic. Bugünkü uğur hekayəmizin qəhrəmanının nağıla bənzər talih yolunu eşidəndə heyrətdən donub qalacaqsınız. 4 dekabr 1983-cü ildə Avstraliyanın Brisbane şəhərində bir oğlan uşağı dünyaya gəlir. Digər körpələrdən fərqli olaraq onun gəlişi bütün xəstəxananı təşvişə salır. Həkimlər atanı çağırıb uşağı ona göstərirlər. Şoka düşən ata həyat yoldaşına nə deyəcəyini düşünür. Onun yanına gəlir. Gözlərinə baxmağa cəsarət etmədən yalnız bir söz deməyə gücü çatır. Bizim oğlumuz həqiqətən çox gözəldir. Nick adını qoyduqları bu oğlanı gənc ana 4 ay qucağına ala bilmir. Ona süd verməkdən belə imtina eləyir. Amma uşaq böyüdükcə həyata 450 sarılır. Hətta yeriməyə də cəhd eləyir. Bədənində olan 2 ayaq barmağı ilə qələm tutub yazı yazmağa başlayır. Kompüterdən istifadəni, tenis topu ilə oynamağı, baraban çalmağı, saçını daramağı. Amma məktəbdə hər şey o qədər də asan olmur. Nick uşaqlarla dil tapmaq, onlara özünü qəbul etdirmək üçün cəhd eləyir. Təbii ki, bir gün ümidləri tükənir və bu dünyada hamıya yük olduğunu düşünür. Çimərliyə gedərək intihar etmək qərarına gəlir. Son anda fikrindən daşınır. Axı atası, anası, bacısı, qardaşı onu çox sevirlər. Onlara bu acını yaşatmağa dəyərmi? Məhz bu an o gələcəyi barədə düşünməyə başlayır. Qısa müddət sonra Üzvsüz Həyat Dərnəyini qurur. Beləcə Nick professional oratora çevrilir. 21 yaşında 2 ali təhsil diplomu alan Vujicic kitab yazır və fikirlərini DVD formatında bazara çıxarır. Bu onu həm də maddi baxımdan gücləndirir. Bir zamanlar gücsüz hesab etdiyi 2 ayaq barmağının köməyi ilə hətta öz həyatından bəhs eləyən kitab yazır. Nick hamını sevməyə, aşiq olmağa səsləyir. Özü də aşiq olur, amma qarşılıq görməyəcəyini bilə-bilə. Ən çətini isə elə bu olur. O çıxışların birində bunları söylüyor. Mən anladım ki, kişi birinci qadının əlindən tutmalıdır. Yalnız bundan sonra onun ürəyinə yol tapmaq olar. Mənə isə ürəyinin qapısını açmaq üçün əl lazım deyil.
və günlərin bir günü ona aşiq olan qadın tapılır. Olduqca gözəl olan Kanaya Miyahara bütün fiziki məhdudiyyətlərinə rəğmən Nikə ürəkdən bağlanır. 2010-cu il fevralın 10-da onların möhtəşəm toyu olur. Hətta cütlük haqda film çəkilir. Evliliklərindən bir il sonra onların oğlu dünyaya gəlir. Uşağın əllərini və ayaqlarını görən Nik sevindiyindən hönkürərək ağlamağa başlayır. Nik düşünür ki, insanlar iki əsas həyat qaydasını bilməlidirlər. Birinci, nə vaxt ağrısan, bil ki, səni sevənlər var. İkinci, hər şey yaxşı olacaq deyə yaşamaq lazımdır. Bəli, həqiqətən də heyrətamiz bir təlimçidir. Ondan öyrənəcək çox şey var. Mən isə istəyərəm ki, qonaqlarımızla söhbətimə davam edim. Fiziki imkanları məhdud olan bir gənc özünə həyat qurmaq üçün ilk olaraq nədən başlamalıdır? Məsələn, Orxan, sən ilk olaraq nədən başladın? İlk olaraq öz beynində bunu özü üçün qurmalıdır ki, mən nə etməliyəm, nə məqsədlərim olmalıdır, insanın məqsədi olmalıdır əslində. Mən, öz beynimdə qurdum hər şeyi və öz yolumla getdim. Bunu da videoda göstərdik, belə. Natiq, bəs sənin məqsədin nə idi? Yəni, necə qərar verdin ki, bəli, artıq yerində durmaq olmaz, hərəkətə keçmək lazımdır? Məndə məqsəd oldu ki, birinci növbədə cəmiyyətdə özümü təsdiqləyim. Yəni, öz yerimi tutum cəmiyyətdə. İnsanlar tərəfindən qarşılanmaqda olsun, ya nə bilim, ayrı bir nədəsə olsun. Sonra da ki, ən böyük məqsədim mənim bu olub, qeyd elədiyim kimi. Cəmiyyətdə qarşılanmaq. Bəli. Məsələn, video çarxda mənim diqqətimi çəkən məqamlardan biri də bu idi ki, siz orada şikayətlənirsiniz ki, insanlar durduğu yerdə sizə gəlib kömək etməyə çalışırlar, siz bundan narazısınız. Sosial şəbəkələrdə də müzakirə olundu, kömək eləyirik, belə köməyi qəbul eləmirlər. Mən demirəm qəbul eləmirəm, mən sadəcə olaraq onu demək istəyirdim ki, düz yoldur, mən gedirəm düz yolda, mənim düz yolda köməyə ehtiyacım yoxdur. Mən də hamı kimi gedirəm. Sadəcə olaraq fərq ondadır ki, mən o yolu 5 dəqiqə gedə bilərəm, sən 3 dəqiqə gedə bilərsən. Fərq sadəcə budur. Mən onu çatdırmayacağam. Yoxsa mənim də köməyə ehtiyacım olanda mən özüm şəxsən soyuq havada, məsələn küləkli havada kiminsə qolundan yapışıb, tanımadığım insanın qolundan yapışıb getmişəm və bunu heç vaxtda özümə qəbahət görməmişəm və kömək yaxşı şeydir, ancaq lazım olduğu məqamda. Mən onu qeyd eləmişəm, başqa etsin. Kömək edərkən də birdən-birə, gəlib, sən dediyin kimi, qoluna girmək lazım deyil. Ən azından gəlib bir təklif etmək olar ki, yardım edə bilərik mi? O məqamda mən öz hərəkətimi itirəm, yerişimi itirəm və o mənə mənfi təsir edir. Narınc xanım, mənə belə gəlir ki, ümumiyyətlə, bu cür insanların cəmiyyətdən çəkilməsinin, uzaqlaşmasının səbəbi də, ən çox günahkarı da elə biz cəmiyyətdəki insanlarıq. Çünki bizim bağışlarımız səbəbindən, bizim hərəkətlərimiz ucbatından bəlkə də onlar kompleksə düşür və artıq özlərinə qapanmış olurlar. Bax, bu cür məqamlarda insanlara hansı tövsiyələrinizi vermək istərdiniz? Ümumiyyətlə, belə situasiyalarda təbii ki, biz sıravi adi bir insan bütün problemləri, xəstəlikləri və ya tanıya bilməz, fərqləndirə bilməz. Hansısa bir səs tembri, hansısa bir görüntü onları təəccübləndirə bilər. Biz deyə bilmərik ki, biz heç birimiz təəccüblənmirik. Sadəcə bunu, belə deyək, qarşı tərəfə incitmədən bildirmək və bunu onun zəif bir nöqtəsi kimi göstərməmək lazımdır və bu prosesdə ailədən birinci başlamalıdır. Məsələn, bəzən bizdə hansısa peşə sahiblərini və ya hansısa bir fiziki və ya zehni məhdudiyyətləri olan insanları bir cəza kimi göstəririk. Video çarxda da hətta qeyd eləmişik, qulağın kimsə çəkir, kimsə deyir, bax, məsələn, Allah cəza verib, bax, anasını incidib, ona görə bu şəkildə olub. Yəni, bu şəkildə bizim təhtə şuurumuzda yanlış informasiyalar ötürülməməlidir. Artıq valideynlər, gənc valideynlər uşaqlarına səhv yöndə məlumatlar vermiş olurlar. Və bu komplekslər, bu sıxıntılar əslində hər bir insanın bunun ayıb olma düşüncəsini yaradır. Bu stereotip düşüncəni formalaşdırır. Onlar nə də yerişində bir məhdudiyyəti varsa, demək onun hər sahədə məhdudiyyəti olacaqdır, düşüncəsi formalaşdırır. Heç kim sığortalanmayıb ki, bugün bizim də hansısa başımıza bir hadisə gəlməyə bilər. Məsələn, yanır, amma uzun qol paltar geyinməyib, rahatlıqla gəzir, özünü sevdirir. İnanın, 2-3 təmasdan sonra siz onun qolunun yandığını unudacaqsınız və yerişini unudacaqsınız. Çünki o özünü sevməyə başlayır. Bayaq gənclərimizdən biri dedi, anama çox minnətdaram, anaları böyükdür.
böyük yük düşür. Birinci, analar övladlarını sevməlidirlər, onları olduğu kimi qəbul etməlidir və bilmədikləri yox, bildikləri üzərində nələrsə inşa edib Superman gözləməməlidirlər. Təkcə fiziki məhdudiyyəti olan şəxslərə qarşı deyil, insanlar bir-birlərinə qarşı daha humanist olmalıdırlar və bir-birlərində nöqsan, qüsur axtarmaqdansa onların müsbət tərəflərini tapıb onları qabartmaq, onları üzə çıxartmaq lazımdır ki, cəmiyyət daha gözəl bir yerə gəlib çıxmış olsun. Natiq, istəyirəm ki, səninlə söhbətimə davam etdirim. Ümumiyyətlə, söylədin ki, sən artıq qərar verdin ki, cəmiyyətə inteqrasiya edəsən və özünü sübut edəsən ki, yəni sənin də bacarıqların var, sən də nələrsə edə bilərsən təbii ki, buna imkanların var. Çox gözəl düşüncədir. Bəs maraqlıdır, ümumiyyətlə buna kimi, yəni bu qərarı verənə kimi sənin çəkindiyin məqamlar hansılar idi? Nələrdən narahat idin? Yəni hansı baxışlar, hansı nöqteyi nəzərlər səni narahat etmişdi və sən özündə o güvəni tapa bilmirdin? Çəkindiyim məqamlar insanlar tərəfindən qarşılana bilməyəcəyimi fikirləşirdim. Yəni mənə belə birtəhər baxarlar. Səni incitmişdilər o vaxta kimi, yoxsa sən sadəcə özün ön yarğı ilə bu məqama toxunmuşdun? Yəni özündə mülahizələr yaratmışdın ki, insanlar mənə pis baxacaqlar, yəni yaxşı qarşılamayacaqlar və s. Belə yox, sadəcə o baxışları mən görmüşdüm özümə qarşı. Hətta yanımdan keçəndə bəzi bu sözlər deyəndə onları da görmüşdüm. Yəni ondan sonra mən də belə bir qərar verdim ki, yox, mən təslim olmayacağam. Bir şey əlavə eləməkdəyəm. Mən məsələn təzə vaxtı çölə çıxanda adamların çox olduğu yerdən getməyə çəkinirdim biraz. Ancaq sonra oturdum, fikirləşdim ki, bəs mən o yerdən daha çox getməliyəm ki, onların gözləri öyrəşsin. O yer adi qarşılasınlar məni. Mən bunu elədim və çox müsbət nəticəsi oldu. Yəni ki, artıq öyrəşib gözləri. Hətta mən həftənin bütün günləri cəmiyyət içində oluram. Yəni ki, bu adi hal mənim üçün, yəni ki, belə. Ümumiyyətlə, psixologiyada da belə bir şey var ki, insan qorxduğu şeydən qaçmamalıdır. Əksinə, onun üzərinə yeriməlidir və həmin problemi, üzləşərək həll etməyə çalışmalıdır. Elə deyilmi? Bəli, biz ona deyirik 4D modeli. 4D modelində mütləq şəkildə belə deyək, vəziyyəti, situasiyanı, hissi, düşüncəni bir-biri ilə simvolizə edib uyğunlaşmalıyıq və biz hər zaman o qorxularla üzləşmədiyimizcə biz ona içimizdəki canavar deyirik. O canavar getdikcə böyüyür. Çünki o bizim qorxularımızdan qidalanır. Qidası odur. Qidanı nə qədər çox versə, bir o qədər böyüyəcək. Bəli, və biz onun əsrinə çevrildikcə təbii həyatımızda böyük yeri tutur. Artıq biz evin içində belə yerimirik. Artıq öz otağımızda otururuq. Yeməyə belə öz otağımıza gəlməsini istəyirik. Getdikcə məhdudlaşır bu çevrə. O canavarı kontrol etməyi bacarırıqsa, hər bir problemlərimiz həll olacaq. Birinci də o qidanı verməməkdir, yedizdirməməliyik. Biz də inanırıq ki, həqiqətən də bizim bu efirdən sonra gənclər arasında artıq daha fərqli bir baxış açısı olacaq. Yəni bizim dediklərimiz, buradan ünvanladığımız belə deyək, statlar və s. şüarlar, mesajlar onlara çatacaq və hər şeydə istənilən səviyyəyə gəlib çatacaq. Mən təşəkkür edirəm gəldiyinizə görə. Çox sağ olun. Çox sağ olun, biz təşəkkür edirik ki, bizi saydınız və dəvət elədiniz. Xoşdur, təbii ki, hər zaman bu cür layihələr reallaşdırdıqca biz onları işıqlandırmağa çalışacağıq. Çox sağ olun, sizin hər bizə uğurlar. İnsan üçün çətin deyilən bir məfhum yoxdur. Bizim çətin dediklərimiz ağlımızda, beynimizdə yaratdığımız əngəllərdən başqa bir şey deyil. Odur ki, gəlin düşüncəmizdə yaratdığımız bu əngəllərdən qurtulub ətrafımıza qarşı daha həssas yanaşaq dostlar. Son olaraq mən üzərimdəki geyimlərə görə Rodrigo'ya təşəkkürümü bildirirəm və sizə də aktiv olmağı sosial şəbəkələrdən bizə müraciət etməyə dəvət edirəm. Bugünlük isə bu qədər. Görüşənədək hələlik.